Dostlar salam, yeni bir Power BI videosu ile karşınızdayıq. Dostlar biz bu videoda hesablamalarda istisna kateqoriyaları necə nəzərə alır və bəzən də necə nəzərə almırıq, onlar haqqında danışmağa çalışacağıq. Yoldaşlar, bu dərs üçün biz gəlir və xərclərimizi tutduğumuz nümunə bir cədvəl üzərindən danışacağıq. Hansı ki, hansı tarix və hansı tarixdə gəlirin və xərcin formalaşması, həmçinin bu gəlir və xərcin hansı kateqoriyalar üzrə formalaşması, xərcin xüsusiləri və gəlirin də həmçinin hansı resursdan xərcləndiyini və yaxud ki, gəlirin gəldiyi resursu bildirən bir sütun olaraq, hansı ki, fikir versəz, burada kart, nəqd və s. digər mövzular. Həmçinin yoldaşlar, məbləğ bölməsi var ki, əsas məbləğin yazıldığı bu sütun mövcuddur. Yoldaşlar, bundan əlavə isə Excluded Categories adında bir cədvəl var ki, burada yoldaşlar istisna bir kateqoriyaları bura yazmışıq. Dostlar, bu istisna kateqoriyaları nələrdir? Hansı ki, bu cədvəldə istifadəçi öz gəlirləri xərclərindən də əlavə öz resursları daxilində etdiyi müəyyən transferləri, müəyyən əməliyyatları da həmçinin bu cədvəldə gəlir və xərc olaraq qeyd edilibdir. Bunun səbəbi yoldaşlar, misal üçün belə bir şey göstərmək istəyirəm. Həmən elektronlaşma yazacağam bura və elektronlaşma deyə bir kateqoriyada yoldaşlar əslində etdiyi nədir bunun? Nəqd əlində olan 20 manatı kartına köçürübdür. Yəni ki, yoldaşlar, əslində burada hər hansı bir gəlir və xərci yoxdur normalda. Yəni mən əlimdə olan pulu sadəcə elektronlaşdırmışam və yaxud ki, bu tərsinə də ola bilərdi, nəqdləşdirmə də ola bilərdi. Yəni təbii ki də qarşısına xərc və gəlir yazıldığı üçün yoldaşlar, biz ümumi olaraq bir hesablama etdiyimiz zaman sanki burada həm xərc və həm içində gəlir kimi hesablanmalıdır və hesablanır da zaten. Və belə olan təqdirdə yoldaşlar, əslində qarşılaşdığımız rəqəmlər biraz daha suni şəkildə şişirmə bir rəqəmlər olur. İndi bizdən tələb olunan budur ki, yoldaşlar, hansı ki bu Excluded Categories cədvəlində olan bu kateqoriyalar istisna olmaqla həmin datada olan, yəni ki, bu kateqoriyada təbii ki, qarşılaşdırmalıyıq ki, həmin kateqoriyalar istisna olmaqla digərlərini xərc və gəlir olaraq deməli hesablamalıyıq. Və dostlar, təbii ki, bu dinamik bir şəkildə olmalıdır. Yəni ki, sabahları bu kateqoriya isə yeni bir elə bir kateqoriya gələ bilər ki, eyni qaydada o da gəlir və xərcdən sayılmır. Baxın, yoldaşlar, belə olan təqdirdə biz artıq biraz fərqli bir hesablamalar eləyəcəyik və fərqli formullardan istifadə eləyəcəyik. Gəlin o zaman başlayaq. Yoldaşlar, bundan əlavə bir də Excluded Categories 2 adında bir cədvəl də var. Hansı ki, əslində eyni cədvəldir yoldaşlar. Sadəcə birində, diqqətlə baxın, sadəcə kateqoriyaların adları yazılıbdır. Digərində isə ümumi bütün kateqoriyaların hamısı yazılıbdır. Yəni bizim datamızda olan nə qədər kateqoriya varsa, sadəcə qarşısında bir status bölməsi var ki, burada 1 və 0 olaraq qeyd olunub. Hansı ki, yoldaşlar, sıfırlar nəzərə alınmayan, istisna olan kateqoriyaları göstərir. Həmçində birlər isə nəzərə alınan kateqoriyaları göstərəcək. Dostlar, bunu belə etməyimizdəki səbəb sadəcə hər iki cür bu şəkildə bir qarşımızda cədvəl gəldiyi zaman hər ikisində necə hesablama etmək olar, hər iki növü göstərmək üçün istifadə olunur. Təbii ki də, əks təqdirdə, yəni ki, təbii siz yəni birindən də istifadə eləyə bilərsiniz. Yoldaşlar, təbii bu məsələni həll etmək üçün ağlımıza bir neçə üsul gələ bilər. Həmən bir dənəsini mən deyim siz demədən. Hansı ki, yoldaşlar, deyə bilərsiniz ki, zaten burada bu iki sütundan birini data yəni ki, cədvəlinə gətirək və burada yəni ki, gətirmək dedikdə söhbət relate funksiyasından gedir. Əlaqə yaradaq kateqoriya demək sütunu ilə gətirək qarşısına, misal üçün Excluded Categories'dən statusu 0-1-lər gəlsin və onun üzərinə bir hesablamanı gerçəkləşdirək. Təbii yoldaşlar, bu bir üsuldur. Yəni bu yaxşı bir üsuldur, hətta sizə deyərəm ki, sadəcə belə bir şərt qoysaq ki, yeni bir sütun gəlməsin. Yəni sütun gətirib də belə deyək, data modeli yükləməkdənsə, elə bunu birbaşa bir measure içərisində həll etmək mümkündürmü deyə bir sual verə bilərik. Və olan təhdidi yoldaşlar, biz artıq, yəni sırf bu həm dərsi göstərmə məqsədi ilə, həmçində o funksiyalardan istifadə etmə məqsədi ilə yeni sütundan istifadə etməyəcəyik də sadəcə birbaşa hər şeyi, yəni bir measure daxilində hesablayıb göstərib və onunla da işimizi yekunlaşdırmalıyıq. Və dediyim kimi yoldaşlar, təbii bu mənim dediyim bir variantdır. Təbii siz fərqli üsullarını da fikirləşə bilərsiniz. Amma hər bir halda yoldaşlar, bu dərs üçün sırf sadəcə measurelar vasitəsilə bu məsələni icra etmək lazımdır. Yoldaşlar, həmən gəlin başlayaq. Fikir versiniz, yoldaşlar, əvvəlcədən bəzi hesablamalar eləmişəm. Hansı ki, bunlar istisnalar nəzərə alınmadan olan cəmlərdir. Yoldaşlar, total revenue, total expense və net profitimiz var. Hansı ki, total revenue hesablaması yoldaşlar, sadə bir hesablama edilibdir calculate vasitəsilə və burada yoldaşlar sadəcə gəlir, deməli, gəlir və xərc sütunundan gəlir sətirləri hesablanıb
işin içərisinə deməli əlavə edilmişdir. Daha doğrusu hesablama edilmişdir. Və yoldaşlar bu işin içərisində, yəni gəlir deməli sətirlərində bayaqlar göstərdiyim o sadəcə resurslar arasındakı transferlərin hamısı da bura cəlb olunubdur. O səbəbdən əslində burada göstərilən rəqəm bəli, bizim datamızdan gələn rəqəmdir və lakin doğru bir rəqəm deyil, süni şəkildə şişmə bir rəqəm burada sayılır. O zaman gəlin əsas necə hesablamaq mümkündür, onu etməyə çalışaq. Yoldaşlar həmən new measure deyəcəm və bir new measure açaq və adına həmən yoldaşlar elə eyni qaydada total revenue mötərizə daxilində yoldaşlar düşünürəm yazsaq, exclude yazsaq, yəni istisna mənasında. Bundan sonra düşünürəm ki, daha açıqlayıcı olacaq. Yoldaşlar biz yenə təbii ki də total revenue hesaplamaq istəyirik. Yəni biz normal artıq total revenue-nu deyil də öz filtrlərimizi yaratdığımız, öz filtrlərimizi qoyduğumuz bir hesablama eləyəcəyik. Bu səbəbdən yoldaşlar bu kontekstə uyğun gələcək ən yaxşı formula düşünürəm ki, calculate funksiyasıdır. Dolayısıyla calculate funksiyası bizdən expression tələb eləyir. Həmən yoldaşlar sum deyək və məbləğ sütununu, yəni datada olan məbləğ sütununu cəmləyək. Və bundan sonra yoldaşlar bizdən filtr tələb eləyir və filtrimiz isə yoldaşlar təbii revenue olduğu üçün də datada olan, gəlir xərcdə olan bu gəlir sütunun, daha doğrusu gəlir sütununda olan, gəlir və xərc sütununda olan gəlir sətirlərini götürəcəyik. Yoldaşlar bundan sonra isə əslində biz dayanmırıq, davam edirik. İkinci bir filtr də var. O filtr isə artıq burada exclude kateqorisindən istifadə edək yoldaşlar. Birincidən istifadə edək. Sadəcə kateqoriyaların adlarının olduğu, statussuz olan həmin o cədvəl. Həmin sütununda olan yoldaşlar, həmən yenidən göstərim istəyirsiniz, yaddan çıxdısa, exclude categories, hansı ki bu dəyərlərin yəni olmadığı, baxın yoldaşlar, buradakı məntiqimiz necə olacaq? Bu dəyərlərin olmadığı, bu datada yoldaşlar kateqoriya bölməsində bir neçə dəyər var, artıq yəni birdən artıq dəyər var və burada hansı ki sanki belə bir şey olmalıdır. Bu rezerv 1, rezerv 2 çıxmalıdır. Bu və digərlər hamısı çıxmalıdır yoldaşlar, yəni ki bunların hər biri və bundan sonra artıq geri qalanların hər biri bu gəlir hesablamasının içərisinə və ya ki xərc hesablamasının içərisinə deməli edilməlidir. Dostlar, biz bilirik ki, adi bir measure falan yazanda da, misal üçün, hər hansı bir neçə kateqoriyanı, bir neçə filtrasiyanı bura qoymaq üçün in operatorundan istifadə edirik. Misal üçün, yoldaşlar, fərz eləyək, bir datadan hər hansı bir sütunu götürəcəm, sadəcə məqsəd göstərməkdir. Mesela data resource deyəcəm və deyəcəm ki, in və bəzəkli mötərizə açıb yoldaşlar, bu şəkildə bəzəkli mötərizə açaq və burada yazsam yoldaşlar, misal üçün, kart, həmçinin yaza bilərəm, nə bilim, rezerv 1 və s. Hansı ki, bu datanı, siyahını uzada bilərsiniz. Düzdür, istədiyiniz qədər təbii ki, yaza bilərsiniz. Məsələ budur ki, yoldaşlar, bu nə iş görür in operatoru burada? Resursda karta rezerv 1-ə və yaxud ki, rezerv 2-ə. Yəni ki, və ya məntiqi ilə karta və ya rezerv 1-ə və yaxud ki, rezerv 2-ə uyğun gələn, yəni ki, hansı datalar varsa, bu dataları bizə deməli gətirsin. Amma nə altında yoldaşlar? Gəlir xərc adı altında. Dostlar, həqiqətən də fikir versəz bunu, yəni ki, commit düyməsini klikləyəndə həqiqətən də bu measure işləyəcək və mənə müəyyən bir dəyəri qaytarmış olacaqdır. Bu qaytarılan dəyər yoldaşlar nədir? Hansı ki, gəlir olan, lakin bu gəlir hardan? Kartdan, rezerv 1-dən və ya ki, rezerv 2-dən formalaşan, hansı ki, nə data varsa hamısını gətirdi, gəldi. Dostlar, desəm ki, bunlardan başqa digərlərindən formalaşan datalar bəs və ya ki, formalaşan digər deməli bizim gəlirlərimiz nələrdir? Belə olan təqdirdə yoldaşlar, biz artıq təbii bunlardan başqasını yazmaq üçün gərək ilk öncə onların adını bura qeyd edək ilkin variantda. Amma təbii ki də bu uzun bir dərin bir məsələ olacağı üçün biz burada artıq not operatorundan da istifadə edə bilərik. Artıq bu nə göstərir yoldaşlar? Yəni kart və ya rezerv 1 və ya rezerv 2 olmayan digər resursların hamısı burada göstərilməlidir. Baxın yoldaşlar, biraz daha fərqli bir rəqəm almış olduq. İndi bizə istənilən budur ki, yoldaşlar, təbii ki biz bunu dənə-dənə əlimizlə yazmayacaq da. Deyə bilərsiniz ki, exclude kateqorisində olan bunların hamısını gətirək dənə-dənə bura yazaq. Bəli yoldaşlar, həqiqətən də elə eləsək, əslində bizim deməli bu measure'ımız işləyəcəkdir. Lakin yoldaşlar, təbii bu dediyim kimi dinamik olmalıdır və bu siyahı çox uzun da ola bilərdi. Belə olan təqdirdə biz burada artıq dənə-dənə əlimizlə bura manual yazmağımız bizə kifayət eləmir. Dostlar, belə olan təqdirdə maraqlı bir formuldan istifadə edəcəyik. Bu dataların hamısını bizə bura gətirib bir siyahı şəklində yığmaq bacaran yoldaşlar, Values adında bir formulamız var.
Hansı ki yoldaşlar fikir versəz, when a column name is given deyir, returns a single column table of unique values. Hansı ki, hər hansı bir sütun və s. veriləndə artıq həmin o unique, yəni ki, həmin sütunun və ya ki, cədvəlin unique dəyərlərini bizə, yəni ki, bir qaytarmış olur. Biz sütun vasitəsilə geri qaytarmış olur. Əslində bizə də lazım olan budur yoldaşlar. Həmin o dəyərlərin hamısını bizə, yəni ki, geri qaytarmış olsun. Dostlar, təbii burada sual verə bilərsiniz ki, elə məsələ sadəcə o dəyərləri geri qaytarmaqdırsa, gəlib niyə burada exclude datasından istifadə edə bilmirik? Yəni birbaşa həmin sütundan. Dostlar, texniki olaraq zaten bizə imkan vermir yoldaşlar. Həmçində in qarşısında sırf yəni bir siyahı şəklində bizdən tələb etdiyi üçün burada biz köməkçi olaraq yəni ki, values funksiyası formasından istifadə edəcəyik. Və bundan sonra yoldaşlar excluded categories 1-dəki categories deməli bu sütunla əldə etsək və yoldaşlar bir məsələni də unutmayaq. Fikir verin, burada resource qalıbdır. Həmən bunu da düzəldək. Bu təbii ki də kateqoriya olmalıdır. Resource başqa şeydir. Və bundan sonra commit düyməsinə kliklə yoldaşlar və report view-ya keçəndə baxın yoldaşlar artıq biraz daha fərqli bir nəticə aldığımızı görə bilərsiniz. Yoldaşlar fikir verin, total revenue, yəni ki 11.000 hesablandı bu səfər. İstisnalardan, yəni istisnalar nəzərə alınaraqdan, lakin yoldaşlar alınmayanda isə 15.000 olduğunu görə bilərsiniz. Əslində yoldaşlar bu nəyə göstərir? Arada olan bu 4.000 sadəcə arada yəni ki resurslar arasındakı olan müəyyən transferlərdir. Aysa bu transferlər nəzərə alınmayanda əslində real gəlirimizin bizim 11.000 olduğunu görə bilərsiniz. Təsəvvür edin 4.000 yəni ki boş-boşuna bir şişmə burada yaranmış oldu. Yoldaşlar indi isə ümumi xərc hesablamasını eləyək. Sadəcə burada ümumi xərc hesablamasını eləyərkən bayaqlar olduğu kimi excluded categories 1-dən istifadə etməyəcəyik. Onun əvəzinə excluded categories 2-dən istifadə edəcəyik yoldaşlar. Və dediyim kimi məqsəd sadəcə yəni ki hər iki hesablamanı görəsiniz deyə və xatırlatmaq gərəkirsə excluded bir kateqorisdə yəni birinci kateqoriyalarda ancaq kateqoriyaların adları idi. Lakin ikincidə isə yoldaşlar bütün kateqoriyalar var. Artıq yəni datada olan bütün kateqoriyalar var. Sadəcə burada baxın status bölməsində olan yəni ki hissədə 0 və 1 yazılıbdır. Hansı ki sıfırlar yoldaşlar kateqoriya 1-də olan həmin o nəzərə alınmayanlardır. Birlər isə əsas elə gəlir və xərclərin əsas nəzərə alınan kateqoriyaları deməli sayılır. Yaxşı yoldaşlar, həmən gələk, görək indi bunun üzərindən necə bir hesablama etmək lazımdır. Bir ona baxmağa çalışaq. Sağ düymə üzərində new measure deyəcəm və bundan sonra yoldaşlar total expense və exclude və yoldaşlar bundan sonra təbii biz yenə eyni qaydada total expense hesablamalıyıq yoldaşlar və biz burada yəni olan total expense-i yəni artıq fərqli filtrasiyalar vasitəsilə hesablamalıyıq. Və belə olan təqdirdə yoldaşlar, aydın məsələdir ki, ən ali formula olaraq biz calculate-dən istifadə etməliyik. Yoldaşlar, expression bölməsində yenidən bayaqlar olduğu kimi sum, yəni məbləği toplamaq, sonra daha sonra gəlir və xərcdən xərci gəliri filtrasiya etmək də olar. Lakin yoldaşlar, belə bir şey göstərmək istəyirəm. Burada onsuz da biz total expense-i, həmçinin total revenue özündə əslində zaten bir dəfə filtrasiyadan keçirmişik. Yəni xərci sadəcə xərci çıxarmışıq. Belə olan təqdirdə təzədən yenidən gəlib sum və s. yazmağa ehtiyac yoxdur deyə düşünürəm. Bunun əvəzinə elə total expense yazsaq bizə kifayət eləyəcəkdir. Yəni bunu olan bu total expense-i yəni biz yenidən filtrasiyadan keçirək. Dostlar, filtrasiyamızda nə olacaqdır? Bayaqlar olduğu kimi, yəni prinsipimiz dəyişmir. Data kateqoriya deməli in. İndi məsələ budur ki, yoldaşlar, biz exclude 2-dən istifadə etməliyik. Bayaqlar olduğu kimi gəlib burada values deyib də kateqori 2-dən kateqoriyası belə bu şəkildə seçəsi olsaq, texniki olaraq bizə bir nəticə vermiş olacaq yoldaşlar. Lakin bu hansı nə nəticədir? Bir onu göstərməyə çalışım. Hansı ki total expense exclude gətirib bura atası olsam, baxın yoldaşlar, yəni çox fərqli bir yəni ki dəyər yəni ki göstərmiş oldu. Əslində etdiyi nədir yoldaşlar? Texniki olaraq dediyimiz kimi bir dəyər qaytardı. Lakin yoldaşlar kategories, yəni ki exclude kategories 2 cədvəlində olan kategories bu sütunu var. Hansı ki yoldaşlar bu sütunda yəni ki nə qədər kateqoriyalar varsa, bunlardan başqa digər kateqoriyaların hamısını toplayıbdır. Dostlar, deyə bilərsiniz ki, yaxşı bu datada yəni bunlardan başqa nə kateqoriyası var? Əslində var yoldaşlar. Baxın, kateqoriyada blank seçdikdə, həmçinin gəlir və xərcdə sadəcə xərci seçdikdə, baxın müəyyən bir dəyərlər qalır ki burada. Hansı ki bu dəyərlər yoldaşlar elə kateqoriyası yazılmamış, qeyd olunmamış müəyyən xərc və gəlirlərdəndir ki, onları bizim üçün çıxarmış oldu. Yəni ilk öncə onu deməyə çalışırıq ki, 22 burada yazılan 22 manat, yəni ki bu kateqoriyalarda olmayan dəyərlərdir. Hər bir halda yoldaşlar, lap olsaydı, misal üçün bu kateqoriyaların, bu boşluqların özləri də dolu olsaydı, hətta gəlin belə bir şey eləyək. Baxın bu Excel datasının özündən geri qayıdıb.
Burada yoldaşlar kateqoriyalarda blanklərin hamısını seçərəm. Bunları yoldaşlar misal üçün nə olsun? Ta ki fərz edək digər yazaq. Çünki digər niyə yazdım? Exceptionlarda yoldaşlar həmin o digər deyə bir seçimimiz var. Elə birə-bir bura ilə eyni olsun. Kənarda qalan bir şey olmasın. Bu şəkildə yoldaşlar həmin oranı dolduracağam. Və bundan sonra yoldaşlar yenidən gəlib burada refresh düyməsini klikləsək, təbii heç bir şey qalmır. Bunları həmən silirəm. Clear all filtr eləyək. Sonra burada blank dəyər deməli alındığını görə bilərsiniz. Bu blank dəyər üzərindən indi bir dəfə də müzakirə edək. Hansı ki blank dəyər nədir? Artıq kənarda hər hansı bir kateqoriya qalmadığı üçün bütün kateqoriyaları seçibdir. Bu kateqoriyalardan başqa kateqoriya tapmadığı üçün bizə 0 və ya blank dəyərini qaytarmış oldu. Bax elə yoldaşlar, bizə lazım olan da budur ki, mənə bütün kateqoriyalar getsin istisna etməməlidir. Mənə istisna etməsi gərəkən kateqoriyalar sadəcə bax bu sıfırlardır. Yəni ki, mən burada values hesaplaması vasitəsilə gətirdiyim bu kateqoriyaları bir dəfə də filtrasiyadan keçirməliyəm ki, bu filtrasiyadan keçən dəyərlər sadəcə sıfır, yəni ki, olan həmin o kateqoriyalar olmuş olsun. Bax, sırf bu məsələnin həllində yoldaşlar, biz burada gəlib də bir ədəd bir formulamız var. Hansı ki, bu formulanın adı yoldaşlar calculate table formulası sayılır. Dostlar, niyə calculate table? Çünki baxın, evaluate a table expression in a context modified by filters deyir. Sanki elə calculate-ə oxşar bir şəkildə. Hansı ki, göstərmək gərəkirsə, calculate evaluate an expression-dır. Olan expression-ı evaluate eləyir, yenidən dəyərləndirir. Lakin calculate table isə, baxın yoldaşlar, a table expression-dır. Deməli, bizdə modify eləyəcəkdir. Dostlar, niyə burada imində calculate-dən istifadə edirik? Çünki istifadə etdiyimiz bu values deməli formulası bizə geriyə, hansı ki, bayaqlar oxuduğumuz kimi returns a single column qaytarır yoldaşlar bizə. Yəni, bir dənə sütundan ibarət, yəni ki, bir neçə dəyər ola bilər, unikləşdirilmiş bir cədvəl qaytarır. Və axı biz bu cədvəli bu filtrasiyaya salmaqdan ötürü və xüsusilə də sıfırları seçib salmaqdan ötürü də bizə bax bu calculate table həmin o anda kömək göstərir ki, həmin o table expression-ını yenidən filtrlənmiş bir şəkildə yenidən bizə qaytara bilsin. Bundan sonra yoldaşlar gəlib burada exclude categories statusunda, yəni status sütununda olan sıfırları seçsək, mötərizəmizi bağlasaq və commit düyməsini klikləsək, yoldaşlar bax bundan sonra bu bizə müəyyən bir nəticəni qaytarmış oldu. Fikir verin yoldaşlar, normalda 15.827 və s. Lakin baxın 11.000, yəni əsl xərcimiz isə əslində 11.000 olduğunu görə bilərsiniz. Bayaqlarda yuxarıda dediyim kimi yoldaşlar, arada olan o 4-5 min fərq isə sadəcə, yəni ki, bu deməli hesablar arasında olan müəyyən transfer əməliyyatlarıdır ki, onları biz gəlirdən xərcdən saymalı deyildik. Yoldaşlar, net profit hesablayaq. Hətta bunu yoxlamaq üçün görək həqiqətən də gəlir və xərci biz düzgün hesablamışıqmı? Çünki yoldaşlar, gözləntimiz nədir artıq bu səfərki istisnalar nəzərə alınaraq ki, net qazancımız artıq net profit dəyişməməlidir, düzdürmü? Çünki arada olan gəlir və xərc biz itirmirik yəni. O sadəcə arada olan transferlərdir. Və olan təzə düşünürəm ki, elə net profitdə üst-üstə düşməlidir. Bundan sonra yoldaşlar new measure deyəcəm və bundan sonra net profit, eyni qaydada exclude yazacaq buna da və sadə bir şəkildə exclude revenue-dan exclude expense çıxsaq və bunu da gəlib yoldaşlar net profitdə istifadə eləsək, həqiqətən də yoldaşlar baxın, eyni nəticəni almış olduq. Bu da göstərdi ki, yoldaşlar istisnalar düzgün bir şəkildə handle olunubdur və geriyə qaytarılan dəyər net profit isə artıq daha düzgün bir, yəni ki, digər kimi, yəni sadə, yəni bu istisnalar nəzərə alınmadan olan net profitlə üst-üstə düşdü. Demək ki, yoldaşlar arada olan bu yəni ki, transferlər düzgün bir şəkildə handle olunubdur. Zaten data da düzdür. Bu səbəbdə net profitdə üst-üstə düşmüş oldu. Yoldaşlar, bu şəkildə baxın, öyrəndiklərimiz nələr oldu? Üzərinə keçmək gərəkirsə əsas, hansı ki, biz calculate içərisində in və not operatorundan danışdıq və bunun values ilə necə dəyərləri gətirmək lazım, necə dəyərlər gətirmək olar, onu müzakirə elədik. Həmçinin yoldaşlar, expense bölməsində də calculate table-dan da deməli istifadə etdik və bunun values-la nə əlaqəsi var və burada nə kimi bir önəmi daşıyır, həmçinin ondan da danışmağa çalışdıq. Və bundan sonra yoldaşlar, siz müəyyən hesablamalar daxilində bir neçə dəyəri istisna etmək istəsəniz, bu şəkildə bu üsullardan istifadə edə bilərsiniz. Dostlar, bugünkü videomuz bundan ibarət idi.
Gələn videolarda görüşənədək.